Bayramınız mübarək olsun, süfrəniz ruzili, bərəkətli olsun, hər zaman evinizdə xoşbəxtlik, sevinc olsun. Başlayaq. Bugünkü mövzumuz olacaq nəqliyyatla bağlı. Nəqliyyatla bağlı qısa bilgilərə toxunacaq. Başlayırıq. Ardıcıllıqla yox, mən qarışıq suallar verəcəm. Başlayırıq belə. ET dövründə yüklərin iri metal qutularda daşınması intensivləşmişdi ki, bu necə adlanırdı? ET dövründə yüklərin iri metal qutularda daşınması necə adlanırdı? ET dövründə yüklərin iri metal qutularda daşınması konteynerləşmə. Tamamilə doğrudur. Hansı nəqliyyat növüdür ki, beynəlxalq ticarəti təmin edir? Daşınmasında bütün nəqliyyat növləri arasında birincidir, amma sərnişini azlaşır. Səsi bağlayağın zəhmət olmasa. Söhbət dəniz nəqliyyatından gedir. Beynəlxalq ticarəti təmin edir. Daşınmasında bütün nəqliyyat növləri arasında birincidir, amma sərnişin daşımada yox. Söhbət dəniz nəqliyyatından gedir. Söhbət hansı nəqliyyat növündən gedir? İstismarın asanlığı, qapıdan qapıya yüklərin daşınması xüsusiyyəti ilə əlaqədar şəhərlər arası beynəlxalq daşımalarda rolu artır. Deməli, sual belə oldu. İstismarın asanlığı, qapıdan qapıya yüklərin daşınması xüsusiyyəti ilə əlaqədar olaraq rolu artır. Həmçinin nəqliyyat, bu nəqliyyat növüdə yaxın və orta məsafələrə sərnişin və yüklərin daşınmasında böyük rola malikdir. Bəs orta və uzaq məsafələrə sərnişinlərin, habelə təcili və qiymətli yüklərin daşınmasında hansı nəqliyyat növündən istifadə olunur? Söhbət hava nəqliyyatından gedir, tamamilə doğrudur. Dağlıq və səhralıq ərazilərdə əsas nəqliyyat növü kimi hansı nəqliyyatdan istifadə olunur? Dağlıq və səhralıq ərazilərdə əsas nəqliyyat növü kimi hansı nəqliyyat növündən istifadə olunur? Söhbət avtomobil nəqliyyatından gedir, tamamilə doğrudur. Yaxşı, mənə deyin görək, qitələr arası sərnişin daşınmasında istifadə olunur, ən gənc və dinamik nəqliyyat növüdür. Ay, sağ ol. Yaxşı, yük daşımada ilk üçlük hansı nəqliyyat növünə düşür dünyada? Bir mesajda həmkarlar, ilk üçlük deyirəm, dəyərli həmkarlar. Yük daşımada ilk üçlük. Yük daşımada ilk üçlük hansı nəqliyyat növlərinin payına düşür? Söhbət dəniz, avtomobil, boru. Dəniz, avtomobil, borudan gedir. Birinci yer dəniz, ikinci yer avtomobil, üçüncü yer boru nəqliyyatından gedir. Səhv etmirəmsə belə olmalıdır. Bəs sərnişin daşımada? Sərnişin daşımada ilk üçlük hansıdır? Sərnişin daşımada ilk üçlük hansıdır? Avtomobil, dəmir yolu, hava və ya çay. Belə. Avtomobil, dəmir yolu, hava. Söhbət hansı nəqliyyat növündən gedir? Nigeriya, Kamerun, Mərkəzi Afrika Respublikası, Kongo, Uganda, Kenyanı birləşdirir. Söhbət hansı avtomobil yolundan gedir?
Söhbət Lagos, Mombasa. Lagos, Mombasa. Yadda saxlayın. Lagos və Mombasa'dan gedir. Yaxşı. Mənə deyin görək, belə bir sual. Hansı kəmərdən söhbət gedir? Bəzən Cənub boru kəməri adlanır. Azərbaycan, Gürcüstan, Türkiyədən keçir. Azərbaycan, Gürcüstan, Türkiyədən keçir. Cənub boru kəməri. Cənub boru kəməri. Söhbət Bakı, Erzurum qaz kəmərindən gedir. Aydındır. Böyük İpək yolu, dəmir yolu layihəsi hansı 4 şəhər birləşdirir? Böyük İpək yolu, dəmir yol xətti. Jalə müəllimə bir dənə əl işarəsi qəşəng. İstanbul, Bakı, Daşkənd və Pekin. Hansı kəmərdir ki, yalnız Türkiyənin ərazisindədir? Hansı kəmərdir ki, Yunanistan, Albaniya, İtaliya ərazisindədir? Birinci Türkiyənin ərazisində olan hansıdır? Ay, sağ olun. Qəşəng. Birinci Türkiyənin ərazisində olan söhbət hamı yazdı. Söhbət Tanapdan gedir. Artıq Yunanistan, Albaniya, İtaliyanın ərazisindən keçirsə, Tapdan gedir. Yüksək sürətli qatarlar istehsal olunur hansı ölkələrdə? 2 ölkədə. Yüksək sürətli qatarlar hansı 2 ölkədə istehsal olunur? Bəzi ada ölkələrində, dağlıq relyefə malik olan ölkələrdə hansı nəqliyyat növünü inkişaf etdirmək çətindir? Hansı nəqliyyat növünü inkişaf etdirmək çətindir? Söhbət dəmir yol nəqliyyatından gedir. Tamamilə doğrudur. Böyük kabotaj və kiçik kabotaj anlayışı hansı nəqliyyat növünə aiddir? Böyük və kiçik kabotaj anlayışı hansı nəqliyyat növünə aiddir? Zəhmət olmasa buyurun. Dəniz nəqliyyatına aiddir. Dəniz nəqliyyatına aiddir. Bir ölkənin bir dənizdə olan 2 limanı arasındakı kabotaj nədir? Kiçik. Bir ölkənin bir dənizdə olan 2 limanı arasındakı kabotaj nədir? Bu kiçik kabotajdır, bəli. Tutaq ki, Azərbaycanda Salyan, Neftçala, Salyan, Lənkəran, Salyan, Bakı və s. Bəs Azərbaycanda Bakı, Əncəli, Bakı, Bektaş bu hansı kabotaja aiddir? Böyük yoxsa kiçik? Gülayə müəllimədən qabaq heç bir yazan var idi. Nə yaman səhv eləyirsiniz?
Azərbaycanda kiçik kabotajlı. Azərbaycanın ikinci dənizi olsaydı, həmin o dənizdən Xəzər gölünə bir istiqamət olsaydı, bu olardı böyük kabotaj. Birinci Gülaya müəllimə yazdı, sonra deyəsən Lamiyə müəllimə siz də yazmışdınız. Ya harda Lamiyə müəllimə bir dəqiqə kiçik yazırsınız axı. Yox, Lamiyə müəllimə Azərbaycanda ancaq kiçik. Hə, düzdür müəllimə, düzdür. Yaxşı, nəysə. Yəni bildik, Türkiyədə müxtəlif ölkələr. Müəllim o iqtisadi əlaqədir. O kabotaj deyil. Aydındır? Böyük nə edirsiniz? Sualıma Türkiyədə Qara dənizlə Mərmərə dənizi arasındakı limanlar arasındakı əlaqə artıq böyük kabotajdır. Okey, problem yoxdur, keçdik. Mənə deyin görək, gəmilərlə daşınan vergilər, yüklər üçün alınan vergilər necə adlanır? Tamamilə doğrudur. Fraxt. Bir inkişaf etmiş ölkənin köhnəlmiş gəmiləri, inkişafda olan ölkələrin bayrağı altında üzməsi necə adlanır? Ucuz bayraq termini. Onlar yüksək vergi ödəmək istəmədikləri üçün bu hiyləgərliyə əl atırlar. Yaxşımı? Ölkələrin yük gəmiləri, sualımın cavabını yazın, çox xahiş edirəm. Mən nə sual verirəm, onun cavabını yazın da, çox xahiş edirəm. Ölkələrin yük gəmilərinin məcmusu necə adlanır? Ölkələrin yük gəmilərinin məcmusu necə adlanır? Ölkələrin yük gəmilərinin məcmusu dəniz ticarət donanması adlanır. Tamamilə doğrudur. Bəs bu donanmaya rəhbərlik edən iki ölkə hansıdır? Bəli, söhbət Panama ilə Liberiyadan gedir. Bilirsiniz ki, dəniz nəqliyyatında Atlantik okean birincidir. Bəs nəyə görə Sakit okeanın rolu getdikcə artır? Nəyə görə Sakit okeanın rolu getdikcə artır? Çünki Yaponiyada, ABŞ-ın qərb ştatları var, Kaliforniya falan. Avustraliya o tərəf isə, Sakit okean tərəf olan isə bir-birilə iqtisadi əlaqələr yaratdığına görə Sakit okeanın rolu, bəli, artmaqda davam edir. Dəniz nəqliyyatını inkişaf etdirmək üçün çəkilmiş ən mühüm kanallar. Ölürəm də alt-alta yazılan mesajlardan sonra. Ləzzət eləyir də o cür. Dəniz nəqliyyatının inkişaf etdiyi kanalları soruşdum. Həmkarlarımız düzgün yazdılar. Panama, Süveyş, Kil kanalları. Kil kanalı hansı ölkənin ərazisində çəkilibdir? Almaniyanın ərazisində çəkilibdir. Bəs Panama kanalı hansı ölkədə? Panamadır. Onu bildik. Bəs Süveyş kanalı? Tamamilə doğrudur. Misirin ərazisində. Dəniz gəmilərinin ən çox keçdiyi 3 boğaz. Ən azı 3 boğaz yazın da, çox da. Dəniz gəmilərinin keçdiyi boğazlardan yazın.
Afərin, hələ yoldaşlar yazır. Tamamilə doğrudur. Dəniz gəmilərinin ən çox keçdiyi boğazlar La Manşdır, Cəbəl Tariq boğazdır, Pirene yarımadasından Afrikanı ayırır. Hörmüz boğazıdır, İran körfəzi ilə Oman körfəzini birləşdirir. Malakka boğazıdır, Malakka yarımadasını Sumatra adasından ayırır. Koreya boğazıdır, Koreya yarımadasını Yapon adalarından ayırır. Bosfor boğazıdır. Qaradənizlə Azov dənizi keçid boğazı, Qaradəniz, Bosfor, Mərmərə. Qaradənizlə Mərmərə dənizini birləşdirir və s. Deməsəm onu yadıma düşmür. O boğazlar var ha. Bosfordur, orada Dardaneldir, Kerçdir. Onları dənizlər saymasam, qəti şəkildə anidən mən ona cavab verə bilmirəm. Bəs hansı nəqliyyat, çay nəqliyyatı var? Hansı çaylarda nəqliyyat inkişaf etmişdir? Hansı çaylarda çay nəqliyyatı inkişaf etmişdir? Hansı çaylarda çay nəqliyyatı inkişaf etmişdir? Aha. Bəli, söhbət Mississippi çayından, Amerika Birləşmiş Ştatlarında, Müqəddəs Lavrenti çayından, Çində Xuanxe yansız çayları, Avropada Reyndir, Dunaydır, Elbadır, Rusiyada Volqadır, Dnepr çaylarında çay nəqliyyatı inkişaf etmişdir. Sizə bir dənə belə bir sual vermək istəyirəm. Gəmi bərə nədir? Gəmi bərə xətti nə deməkdir? Hansı gəmi bərə xəttlərini soruşmuram ha? Gəmi bərə xətti yox. Gəmi bərə nə deməkdir? Bax, eşidibsiz də. Görək elə kim nə dərəcədə bilir bunu, yoldaşlar. Yox. Qoy izah eləyim, nəsə yazanlar azdır. Deməli, gəmi bərə nədir? Biz bilirik ki, Avropadan, qonşu dövlətlərdən Orta Asiyaya gedən dəmir yol xətləri ölkəmizdə bitir. Xüsusilə Xəzər dənizinin sahilində olan paytaxt şəhərimizdə, Bakı şəhərində, düzdür. Artıq o dəmir yolunda olan vaqonlar gəmilərə yüklənir. Keçir Orta Asiyaya, orada ayırdan o qatarların üstünə vaqonlar qoyulur, gedir. Buna deyirlər gəmi bərə. Gəmi bəri ilə də daha çox yük və sərnişinlər daşınır. Ölkəmizdən hansı gəmi bərə xəttləri var imiş? Var imiş deyəndə var. Ölkəmiz hansı gəmi bərə xəttlərinə malikdir? Hansı istiqamətlərdə gəmi bərə xəttləri var? Yadınızda saxlayın. Bakı-Aktau, Bakı-Türkmənbaşı. Bakı-Aktau, Bakı-Türkmənbaşı. Oneqadan çəkilən hansı kanal ölkəmizin gəmilərini Şimal Buzlu Okeana birləşdirir? Oneqadan çəkilən hansı kanal ölkəmizin gəmilərini Şimal Buzlu Okeana birləşdirir? Bəs Oneqadan çəkilən yox. Oneqadan biz nə vasitəsilə Atlantik Okeana keçə bilirik? Sivir çayı vasitəsilə Atlantik Okeana keçə bilirik.
Hə, gələk. Buradan görək qara dəftərdə nə qaldı? Qara dəftərdə. Qara dəftərdə qaldı limanlar. Birinci başlayaq hava limanlarından. Chicago'da hansı limanın adını çəkə bilərsiniz? Hava limanının. O'Hara. Tamamilə doğrudur. Bəs John Kennedy hansı şəhərindədir ABŞ-ın? Ştatında. John Kennedy hansı ştatdadır? Bəli. Yeni Yorkda. Yəni New Yorkda. Atlanta'da hansıdır? Atlanta'da hansıdır? Atlanta'da. Hartsfield, Jackson. Tokyo'da hansıdır? Tokyo'da hansıdır? Hanedo. Bəs Şoudu hardadır? Şoudu hardadır? Pekində, Çinin paytaxtında. Bəs Heathrow hardadır? Heathrow limanı. Əhsən. Heathrow Londondadır. El eləməliyik ki, nə sual düşür, hardan düşür, düşsün. Yəni biz dəniz limanlarıdır, hava limanlarıdır. Bunları belə nöqtə vergilinə qədər öyrənməliyik. Heathrow hardadır? Londondadır. Düzdür. Məşhur Charles de Gaulle. Qapını örtü qızım, zəhmət olmasa. Charles de Gaulle hardadır? Təbii ki, söhbət Parisdən gedir. Məşhur Indira Gandhi havalimanı hardadır? Rələ bilirdin ki, onu sual verəcəm. Indira Gandhi Dehlidədir. Atatürk limanı hansı şəhərdədir? Şəhər deyirəm, şəhər. İstanbuldadır. Və son olaraq, hava limanından təbii ki, son olaraq. Sukarna Hatta hansı hardadır, hansı şəhərdədir? Sukarna Hatta. İndoneziyanın paytaxtı Jakarta. Bunları yekunlaşdırdıq. Gəldik dəniz limanlarına. Tokyo, Osaka, Nagoya hardadır? Kure hardadır? Yaponiyada, düzdür. Kure ilə Kobe hardadır? Kure, Kobe. Söhbət Kure ilə Kobe'dən gedir. Tiba'dan gedir. Bunlar hamısı Yaponiyadadır. Bəs Gotion, Xiangan, Guangzhou, Qingdao, Tianjin bunlar hardadır? Hələ Çindir deyə Çançung bildik Çindir. İndi birazdan gələcəm Avropaya. Gözləyin, yoldaşlar. Elə onu deyirəm də. Söhbət, bəli, Çindən gedir. Adlar necə oldu? Guangzhou, Xiangan, Guangzhou, Qingdao, Tianjin bunlar hamısı Çinə aiddir. İndi gəldik
Kvanyan, Pusan, Ulsan. Kvanyan, Pusan, Ulsan. Bəli. Cənubi Kore. Tamamilə doğrudur. Hə. İndi mənə deyin görək, Rusiyanın Baltik dənizində olan limanı hansıdır? Sual işarəsi falan qoyurlar. Suala sualla cavab vermək olmaz. Suala sualla cavab vermək olmaz. Təbii ki, Sankt-Peterburg. Rusiyanın Baltik dənizində olan limanı Sankt-Peterburg'da. Rusiyanın Yapon dənizində olan limanı hansıdır? Rusiyanın Yapon dənizində olan limanı hansıdır? Söhbət? Bəli, Vladivostok Naxodkadan gedir. Bəs Rusiyanın Qaradənizdə olan limanı hansıdır? O vaxt bizim bir ingilis dili müəlliməmiz var idi. Allah rəhmət eləsin. Haqq dünyasındadır. Yeri cənnət olsun. Çox gözəl insan idi. Həqiqətən də elə məktəbdən öyrənmişəm. Onun sayəsində ingilis dilindən azdan çoxdan öyrənmişəm. O həmişə sual verərdi bizə ki, məsələn deyirəm, ingilis dilindən Azərbaycan dilinə tərcümə elə. What is your name? Deyirdim, my name is Nizat. Sonra deyirdi ki, denən görməli mənim adım Nizatdır, ingilis dilinə tərcümə elə, o çətindir axı. İndi mən limanın adını deyirəm, yoldaşlar, bu biraz rahatdır. İndi mən ölkənin adını deyəcəm, siz limanı deyəsiniz. Gürcüstanın Qaradənizdə olan bir dənə limanının adını deyin. Poti limanı tamamilə doğrudur. Yaxşı, Niderlandın şimal dənizində olan limanının adını deyin. Niderlandın şimal dənizində olan limanı. Söhbət Rotterdamdan gedir, bəli. Tamamilə doğrudur. Britaniyanın İrlandiya dənizində olan limanının adını deyin. Britaniyanın İrlandiya dənizində, diqqətli olun. Müzakirə eləmişik qruplarda bunu. Hətta MİQ qrupunda araşdırma da aparmışıq. Britaniyanın İrlandiya dənizində olan limanı. Liverpool limanıdır. Bəs Britaniyanın Pas-de-Calais boğazında olan limanı? London limanıdır. Tamamilə doğrudur. Gdansk limanı hansı ölkə? Gdansk limanı hansı ölkə? Yox, Rusiya yox. Polşa. Gdansk. Aha. Yaxşı. Havr limanı hansı ölkə? Bəli, Baltik dənizindədir Vüsalə müəllimə. Havr, Gdansk Baltik dənizindədir. Havr limanı hansı ölkə? Söhbət Fransadan gedir. Bəs Belçikanın məşhur limanı şimal dənizində. Belçikanın şimal dənizində olan məşhur limanı. Antwerpen. Tamamilə doğrudur. Hamburg limanı hansı ölkə? Almaniya şimalda hansı quru ölkə ilə həmsərhəddir?
Daniya və ya Danimarka. Şimalda, konkret şimalda deyirəm. Polşa ilə şərqdə həmsərhəddir. Danimarka ilə. Almaniyanın idarəetmə forması. Almaniyanın idarəetmə forması. Respublika. Bəs inzibati ərazi quruluşu. Federativ Respublika. Tamamilə doğrudur. Mövzudan kənara çıxmayaq. Avustraliyanın iki məşhur limanı. Avustraliyanın iki məşhur limanı. Melbourne, Newcastle. Dampier də var, bəli. Dampier, Newcastle, Melbourne. Bəs Cənubi Afrika Respublikasında məşhur liman? Dəniz limanı. Bəsrə limanı İraq yoxsa İran? Bəsrə limanı İraq yoxsa İran? Bəsrə limanı İraqdadır, həmkarlar. Xark limanı İran yoxsa İraq? O da İrandadır, tamamilə. Menna Əl-Əhmədi Menna Əl-Əhmədi Küveytdədir. Bəs Ras Tanura Kəraçi Səudi Ərəbistandadır, bəli, Ras Tanura. Pakistan? Bəli. Pakistan. Kəlkütdə Kəlkütdə və Mumbai, bəli, Hindistandadır. İndi mənə ABŞ-ın Sakit Okean sahilində olan 4 dənə limanın deyin. ABŞ-ın Sakit Okean sahilində olan. Bax, bunlara xüsusi diqqət edin, ABŞ-dan liman düşə bilər. ABŞ-ın Sakit Okean sahilində olan limanlarını deyin. Vancouver Kanadanın da müəllim. Sacramento, San Francisco, Los Angeles, Sacramento. Deməli, San Francisco ABŞ-ın Sakit Okean sahilindədir. Los Angeles ABŞ-ın Sakit Okean sahilindədir. Valdis ABŞ-ın Sakit Okean sahilindədir. Seattle ABŞ-ın Sakit Okean sahilində. Sansanla qarışdırdınız. Sansan megalopolisinə aid olan 5-6 şəhər hansı idi? Bir mesajda. Bir dənə yazmayın. Bir mesajda hamısını yazın. Gec də yazsız yazın. 5 dənə.
5 dənə şəhər. Beş dənə deyirəm, yoldaşlar. Günel müəllimə, baldız. Düzdür, düzdür. Aha. Düzdür. Deməli, ABŞ-ın San megalopolisinə aiddir. San Francisco, San Diego, Los Angeles, Sacramento, San Jose. Bunu demişik. Kitabda bir neçəsinin adı verilmir, amma biz demişik. ABŞ-ın Atlantik Okean sahilində olan limanları, 3 limanı. New Orleans Meksika körfəzinə aiddir. Konkret Atlantik Okean soruşuram həmkarlar. Düz Meksika körfəzi Atlantik Okeana aiddir. Səhv tuta bilmərəm. Amma Atlantik Okean trayektoriyasında soruşuram. Meksika körfəzinə aid olanları xüsusi soruşa bilərsiniz də. Deməli, biri Filadelfiyadır, biri New York'dur, biri də Boston'dur. New York, Filadelfiya, Boston. Kim düz yazıbsa, əhsən. Bəs ABŞ-ın Meksika körfəzi sahilində olan 3 limanı? Ürəyimə damıb miksilərə və sertifikatlara İmeni Meksika körfəzində olan liman və onun aid olduğu ölkə falan düşə bilər bu illəri. New Orleans, Houston, Tampa. Bəs Tampico hardadır? Meksika gör hardadır? Mən nə bilim hansı ha tərəfində? Dəqiq yazın. Heç şəmpeçiyə ehtiyac yoxdur. Elə Meksika körfəzinə baxanda. Ay, sağ olun. Meksika körfəzində. Aydın oldu. Bu da belə. İfsyo. Yekunlaşdıq. Cənub-Şərqi Asiyada Hindçin yarımadası ölkələrindən hansı Çin sivilizasiyası idi? Yox, aizləri bu sual cavab eləməyəcəm müəllimə. Cənub-Şərqi Asiyada hansı ölkə Çin sivilizasiyası? Digərləri bəs Hindçin yarımadası ölkələrindən söhbət gedir. Afərin. Cənub-Şərqi Asiyada 3 konstitusiyalı monarxiya ölkəsi. Buna bir dənə əl işarəsi. Tayland, Malayziya, Kamboca. Tamamilə doğrudur. Cənubi-Şərqi Asiyada federativ monarxiya. Ay, sağ olun. Tamamilə doğrudur. Mərkəzi Asiyada hansı ölkə Budda sivilizasiyasına aiddir? Mongolistan. Tamamilə doğrudur. Cənubi-Şərqi Asiya BII-nin hansı mərhələsinə aiddir? Beynəlxalq İqtisadi inteqrasiyanın.
İndoneziyanın cəngəlliklə ümumi bazar. İndoneziyanın cəngəlliklərində yaşayan əhali demoqrafik keçidin neçənci mərhələsi? Hind, Çin yarımadasında materik daxili ölkə. Laos. Qang Brahmaputra çaylarının mənsəbi hansı ölkə? Tamamilə doğrudur. Cənubi Asiyada konstitusiyalı monarxiya ölkəsi yeganə. Türkiyə, Butan, bəli. Türkiyə ərazisindən Butan, Brunei yox. Türkiyə ərazisindən başlayan çaylar neçə hövzəyə aid olur? Diqqətli olun. Daxili axar hövzə, Atlantik, Hind. Yəni Hind okeanına aid olan hansı çaylar var? Hind okeanına Dəclə, Fərat. Atlantik okeanına Seyhan, Ceyhan, Qızılırmaq, Yeşilırmaq. Daxili axar hövzəyə bəs? Kür. Mərkəzi Amerikada hansı iki ölkədə kiçik kabotaj? Beliz və Salvador. Panamanın şimal qonşusu hansı ölkə? Tamamilə doğrudur. Cənubi Amerikada Braziliya ilə həmsərhəd olmayan iki ölkə. Ekvador və Şili. Yaxşı, diqqət. Perudan başlayan çaylar Atlantik okeana tökülür, yoxsa Sakit okeana? Perudan başlayan çaylar Atlantik okeana tökülür, yoxsa Sakit okeana? İlk düz yazan Aynur müəllimədir. Hər ikisinə. Çünki Perudan Amazonun qolları Ucayali Maranhão, bir də ki Peruda Sakit okeanın böyründədir də. Dəxli yox deyə müəllimə nətər sakitə tökülmür. Ola bilməz tökülməsin. Xırda çayları var. Bəs Kolumbiya arasından başlayan çaylar? Ay müəllimə, yox. Kolumbiyadan başlayan çaylar? Çayların adını istəmirəm. Hansı okean hövzələrini onu deyirəm. Kolumbiya çayının, Kolumbiya ölkəsinin nətər Atlantik okeana çıxışı yoxdur, əziz həmkar. Kolumbiyanın həm Atlantikə, həm Sakitə çıxışı var. Yadda saxlayın. Yaxşı, son olaraq Nyasa gölü hansı okean hövzəsinə aiddir?
Nyasa gölü Atlantikə mi yoxsa Hində mi aiddir? Diqqətli olun. Söhbət Hind okeanından gedir. Zambezinin bir qolu başlayır. Bəs Tanganika gölü? Tanganika gölü Atlantik okeana aiddir. Nyasa gölü Hind okean hövzəsinə aiddir. Tanganikadan Kongonun bir qolu toxunur ora, ona görə onu Atlantika aid edirlər. Yadda saxlayın, bax, xırda məqamlarda hər dərsin sonunda vaxt qaldıqca bunları belə eləmək olar. Luara və Harona çayları hansı ölkənin ərazisindən axırlar? Çin, Koreya Xalq Demokratik Respublikası, Vyetnam, Laosu birləşdirən ümumi cəhət. Yaxşı. İspaniya ilə Malaziyanı birləşdirən ümumi cəhət. Federativ monarxiya olması indi çıxıb-çıxmayıb öz yerində. Belə həmkarlar, belə kifayətdir. Kifayətdir. Deməli, biz nəqliyyatı yekunlaşdırdıq, dünya nəqliyyatını, evə inşallah Azərbaycan nəqliyyatını götürəcək. Azərbaycan nəqliyyatında nöqtə vergülünə qədər Allahın köməkliyi ilə sual-cavab eləyək ki, əminəm ki, arxayın ola bilərsiniz ki, buradan suallar olacaq. Aydın oldu. Allah əmanət olun, çox sağ olun, gecəniz xeyrə qarşısın. Sağ olun.